Qısa şəkildə izah eləyəsiniz. İşləyən pensiyaçıların pensiya kapitalının ümumiyyətlə istifadə müddətinin 6 ildən 4 ilə endirilməsi məsələsi də nə dərəcədə realdır? Ümumiyyətlə bu dəyişiklik neçə min pensiyaçıya fayda verəcək? Bu məsələ də Milli Məclisin komitə icrasında müzakirə edilən məsələlərdən və təqdim olunan təkliflərdən biri oldu. Və təbii ki, eyni zamanda bu istiqamətdə müzakirənin hökumətlə davam etdirilməsi, uyğun dövlət qurumlarının davam etdirilməsi tövsiyə olundu və təbii ki, təklif ondan ibarətdir ki, işləyən pensiyaçıların pensiya məbləği onların pensiya kapitallarına uyğun olaraq 2 dəfə 6 ildən bir artırılır. Bu, əmək pensiyaları haqqında qanunda təsbit olunmuş bir tələbdir və istiqamətdir. Və yəni sadə desək, pensiya çıxdıqdan sonra onun pensiya məbləği müəyyənləşdirilir. Məsələn, 500 manat. Amma pensiya məbləği müəyyənləşdirməsinə baxmayaraq, yəni 500 manat pensiya məbləği müəyyənləşir, o 500 manat pensiya çıxana qədər yığdığı kapital əsasında müəyyənləşdirilmiş məbləğdir. Amma 500 manat müəyyənləşdirdən sonra işləməyə davam edirsə, 6 ildən bir artıq yığımlar yaranır. Çünki işlədiksən pensiya hesabına ödəniş edir. Əmək haqqıdan ödəniş edir. O yığımlar hesablanır. 6 ildən sonra yenidən 6 ildəki aylar uyğun olaraq bölünür və pensiya məbləğinə əlavə olunur. Və ikinci dəfə yenidən 6 ildən sonra 12 ildən, pensiya çıxdıqdan sonra 12 ildən sonra əlavə olunur. Bizim təklif ondan ibarətdir ki, və bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, bu 6 ildən deyil, 4 ildən bir olsun. Və 2 dəfə deyil, 3 dəfə olsun. Və bunun da özəlliyi ondan ibarətdir ki, işləyən pensiyası artıq 6 ili gözləməsin, 4 ildən sonra onun pensiya məbləğində artım olsun və ya 12 il ikinci dəfə üçün 12 ili gözləməsin, 8 ildən sonra pensiya məbləğinə baxılıb artırılsın və bu dəyişiklik qəbul olunacaq halda 190 minə yaxın vətəndaşımıza şamil olunacaq. Vüqar müəllim, hazırda orta aylıq əmək haqqının artımı 11 ay üzrə təbii ki. Bu göstəricinin 12 ay üzrə hesablanması pensiyaların tənzimləməsi necə təsir edə bilər? Təbii ki, 12 ay üzrə qeyd etdiyimiz kimi fevral ayında 11 ay üzrə nəticələr elan olundu, 9.3%-dir. 12 ay üzrə nəticələrin 9.2% olacağı gözlənir. Çünki ilin sonuna doğru biz faizlərin müəyyən qədər azalmasını müşahidə etdik. 10 aylıq yekunda 9.4% idi və illik yekunda gözlənir ki, artım 9.2% olacaq. O baxımdan təbii ki, bütövlükdə pensiya məbləğləri artırılan zaman sözsüz 10 ya 11 aylıq deyil, 12 aylıq yekunlar əsas götürülür. Aydındır. Belə bir xəbər də var ki, sosial müdafiə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan təhsil müəssisələrindəki əlavə təhsil istisna olmaqla ödənişli təhsil haqqını dövlət tərəfindən qarşılaşacaq. Bu barədə təhsil haqqında qanuna dəyişiklik edilib. Qanun layihəsi parlamentin elm və təhsil